Mənə antifriz ver, amma baha olmasın, ucuz olsun. Biz bugün laboratoriyada sizə bu qaqa antifrizi nədir, bunu göstərəcəyik. Bu antifrizlər ən çox istifadə olunur xüsusilə bölgələrdə, yəni ucuz antifriz adı ilə satılır. Əslində o antifriz yox, nədir? Biz sizə onu göstərəcəyik. Hal-hazırda bax o qaqa antifrizlərindən biri bizim əlimizdədir, əldə etmişik. Bax üstündə də görürsüz buranı özümüz bağlamışıq. Yəni üstün bağlamışıq ki, bu biznes etikası xatirinə kimisə məhsulun istəməyək, adı görünməsin. Burada da minus 40 dərəcə göstərmişik ki, yəni güya üstünə yazılıb ki, minus 40 dərəcəyə qədər dözür. Biz də onu göstərəcəyik ki, bu minus 40 yox, hətta bax bizim bu cihazımızı gəl göstərək, bu test avadanlığımız pour point ölçmək üçün peşəkar avadanlıqdır. Temperatur isə minus 34.6-dır, heç 40, minus 40 da deyil. Yəni bunu biz sizə göstərmək üçün bunu çəkirik. İndi əlimizdə olan digər orijinal söhbət markadan gedir olan antifrizimizdir. Biz bu antifrizlə onu müqayisə eləyəcəyik, qoyacağıq bu aparatda, pour point aparatında hansı dərəcəyə qədər donacaq və yaxud donmayacaq, qarşınızda bunu dəqiq görəsiniz. İndi birinci növbədə gəl bunu biz qeyd eləyək ki, bu antifriz hazır antifrizdir, yəni qarışıq antifrizdir, konsentrat olan deyil. Biz bunu əlavə eləyirik birinci bura. Bax, bunu əlavə elədik. Biz bunu sizə göstərmək üçün bura tökürük. Əslində o qədər vacib də deyil bunu tökmək. Bu isə Rovenin konsentratıdır. Yəni bunu arxasında da göstərək. Birin birə nisbətində qatacağıq ki, minus 37, minus 35 dərəcəyə qədər bu donma temperaturunu göstərsin. Proporsiyalar da sizin gözünüzün qabağında göstərəcəyik ki, hər hansısa bir şübhə yaranmasın. Bunu əlavə eləyirik bura. Deməli, bu xəttə qədər əlavə etdik. Eyni miqdarda da qeyd eləyək ki, bu da distillə olunmuş sudur. Biz bunu əlavə edirik. Bu suyu ki, orada arxasında göstərilən göstəriciyə çata bilək. Belə. Bunu da əlavə etdik. Qarışdırdıq. Bu gördüyünüz marka antifriz. Bu isə qaqa antifrizidir. Yəni hətta rənglərində belə özünüz görürsünüz də fərqi. Bu daha açıqdır da, hesabla bu daha tez donmalıdır. Bunun boya olduğunu sizə göstərmək üçün çəkirik bu videonu. Gəlin bax. Bunu da bilməyiniz üçün bax görürsüz yazmışıq qaqa antifrizi. Bu qaqa antifrizin əlavə eləyirik bura. Gördüyünüz kimi bax. Xəttə qədər bunu əlavə etdik. Digər isə marka antifrizi, yəni Rovenin antifrizini biz bura əlavə edirik. Gördünüz? İndi gəl bunu göstərək burada. Qoyuruq. Bunu biz qaqa antifrizin bura qeyd eləyək ki, burada eyni temperaturdur. Marka antifrizi isə qoyuruq bura. Hardasa bir yarım saat, 40 dəqiqə bu temperaturda qalacaq. Nəticəni sizlə bölüşəcəyik, göstərəcəyik ki, o yaxşı bilib, ucuz bilib aldığımız antifriz nədir, orijinal marka antifriz nədir. Bəli, əziz izləyicilərimiz, indi gəlin nəticəni siz öz gözünüzlə də görün. Bayaqlarım qoymuşduq, deməli, biz bura marka antifrizi, digər isə olan qaqa antifrizi. Rənglərin orada da göstərmişdik, burada da göstərək. Yəni baxın rənglərə, bu sizə rəng məsələsi. Bu isə, bir dənə yaxından göstər. Bu güya üstünə yazılıb da indi minus 40 dərəcəyə qədər güya donmur. Baxın bir dənə. Yəni minus 34 dərəcə temperaturdur. Bunun vəziyyətinə baxın, buna baxın.
Yəni baxsınız da özünüz. Bu və bu. Rənginə baxanda hamı deyər ki, bunun rəngi daha tündür, daha yaxşıdır, amma buna baxın bir dənə. Baxın. Gördünüz? Bizim sizə bunu göstərməkdə məqsədimiz ondan ibarətdir ki, yəni hər qırmızı gördüyünüz yaxşı antifriz demək deyil. Bunu rənglə də əldə etmək mümkündür. Yəni bizdə də var, videolarımız da var. Orada da görmüsünüz ki, biz adi suyun üzərinə də o rəngi qatıb bu rəngi ala bilirik. Yəni antifrizin özünün boyaları var da, özünüz bilirsiniz yəqin ki. Bu formada göstərdik. Bax bu o qaqa gəl sənə ucuz antifriz verim, əladır, minus 40 dərəcəyə qədər dözür deyən antifrizdir. Bu isə sizin gözünüzün qarşısında açıb istifadə etdiyimiz Rove'nin konsentrat antifrizi idi. Birin birə nisbətində qatdıq. Rənglərini də bayaq da göstərmişdik, indi də göstəririk. Bax belə də qoyanda özünüz rənglərini də müşahidə eləyirsiniz. Deməyə çalışdığımız odur ki, antifriz alanda bu ucuzdur, məni yola verəcək düşünməyin. Xüsusilə də bölgələrdə, soyuq yerlərdə, yəni orijinal antifriz tapmaq çətin məsələdir. Əsasən bu qaqa antifrizlərindən çox istifadə olunur, qiymət ucuzdur deyə. Ucuza qaçmayın. Avtomobiliniz, yəni bu ucuz antifrizin içərisi 90%-dan da çox sudur. O da donanda, yəni avtomobilin o bütün o soyutma sistemində böyük problemlərə gətirib çıxara bilər, korroziyaya gətirib çıxara bilər və s. və ilə axırda, yəni bunu saymaqla bitməyəcək qədər problemlər ola bilər. 5 manat, 3 manat əlavə ödənişə görə bu bahadır, gedim ucuzunu alım deməyin. Markalardan istifadə eləyin. Bu istər yağlara da aiddir, istər digər mayelərə də aiddir. Markalardan istifadə eləyin ki, sabah bir suyun sizi ona qənaət elədiyiniz 5 manat, 10 manat sizə onun 100 qatına gəlib başa çıxmasın. Özünüzdən və avtomobilinizdən müğayət olun. Avtomobilinizi də peşəkarlara etibar edin.